stullar bu il çox dəbə düşdü. Biz də popülər kültür köləsi olduğumuz üçün təbii ki, avtomatik olaraq hamımız bir anda bəyənməyə başladıq. Həqiqətən də gözəldir. Baxın. Bu ilin dəbi Pinterest stulları çox qəşəngdir. Bu masa ilə də çox gözəl gedir. Hətta bu stulların belə bir qollu variantı da var. Baxın. Bu daha yumuşaqdır, daha məncə komfortlu ola bilər. Amma mən bunu bəyəndim. Çox seçim arasında qalıram mən. İndi geriyə qaldı 2 dənə dərsimiz. Getdik. Onları da göstərim. Bu da həqiqətən öz seçimimdir. Heç kəs məni məcbur eləməyib ki, burada filan stol dərsini reklam edir. Baxın, çox qəşəng stulları var. Arxasındakı detalları da göstər, xahiş edirəm. Mən hər xırdalığa fikir verənəm. Masası da çox gözəldir. İndi keçək 3-cüyə. Qətiyyən tənbəllikdən